Azərbaycan Boks Federasiyasının dəstəyi ilə inşa edilən mərkəzin ümumi sahəsi 1441 kvadrat metr təşkil edir və 3 mərtəbədən ibarətdir. Birinci mərtəbədə bufet, mətbəx və qeydiyyat otağı, ikinci mərtəbədə isə məşq zonası yerləşir. Bura sauna ilə yanaşı 2 soyunub geyinmə otağı var və məşq üçün bütün idman ləvazimatları təchiz edilib. Üçüncü mərtəbədə isə məşqçi, həkim və masaj otaqları, eləcə də trenajor zalı var. 1966-cı ildə Sumqayıt şəhər stadionu istifadəyə veriləndən burada boks bölməsi fəaliyyət göstərib. Bu məkan beynəlxalq standartlara cavab verən ləvazimatlarla təchiz edilib. Azərbaycan Boks Federasiyasının baş katibi Nağıl Səfərov boks mərkəzində yaradılan şəraitlə bağlı jurnalistlərin suallarını cavablandırıb. Sumqayıt Boks Məktəbi Azərbaycan üçün çox böyük töhfələr vermişdir. Olimpiyaçılarımız, dünya çempionlarımız Sumqayıt Boks Məktəbinin yetirməsidir və Sumqayıtda belə bir mərkəzin olmasına çox böyük bir ehtiyac var idi. Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən bizə zamanında təklif olundu ki, belə bir məkan var və federasiya rəhbərliyi də bu zalı götürüb, buranı tam təmir edib, boks zalı kimi idmançıların, boksçuların istifadəsinə verdi. Qeyd edək ki, boks təlim mərkəzində 8 məşqçinin rəhbərliyi altında 300-ədək yeniyetmə məşq edir.